Herkese salam değerli izləyicilər. Deməli bu video çəkməkdə məqsədim nədir? Hardasa 20 ilə yaxındır ki, 18-20 ilə yaxındır ki, haymoritdən, yəni bildiyimiz qarmoritdən əziyyət çəkirəm. Bir neçə nəfərlərdən soruşmuşam. Demək olar ki, 10 nəfərin 8-i Sabirabadda bir ara həkiminin, nə bilim bir meseti türkünün bu işin professionalı olduğunu deyirlər. Həkimə getməkdən də qorxuram. Niyə? Həkimlər millə nəsə işlər görürlər orada. İndi Sabirabada gedirəm. Görək nə olur. İnanırsınız, həkimin evdə olub olmadığından da xəbərim yoxdur. Oradan adamlar tapmışam, deyir ki, ancaq 6 və bazar günləri evdə olur. İndi biz də bir umut gedirik buradan ora. Çəkməkdən məqsəd odur ki, görək bu həqiqətən də bu qarmaritə xeyri var yoxsa yox. Deyilənə görə 2 dənə nəsə yeridir buruna, ondan da qarmarit axır və bitir. İndi gedirik görək olacaqmı, xeyri dəyəcəkmi, dəyməyəcəkmi, yoxsa bu bir mifdirmi, şəhər əfsanəsidirmi? Allahın izni ilə xeyri dəyər, biz də şəfa taparıq. Paylaşaram əgər yaxşı olarsa, pis olsa da paylaşacağım, yaxşı olsa da paylaşacağım. İnşallah ki xeyri dəyər, siz də gedərsiniz, şəfa taparsınız. Xeyri dəyməsə siz getməyin, şəfa tapmayın. Çünki şəfa verən Allahdır, vasitəsi də insanlardır. Allahın izni ilə gedirəm, paylaşacağım, bütün prosesin hamısını paylaşacağım. Hal-hazırda yoldayam, Ələt Astara yolunda. Sizə bir dənə məsləhətim, Waze-dən istifadə eləməyin. Waze başıma oynatsın. Məni ancaq bu Ələtə salmağa çalışır. Yəni yaxşı ki, yanımda dayım oğlu var, dayı oğlu ilə gedirəm. Dayı oğlum az çox bu yollardan istifadə edib deyə buraları tanıyır. Yəni məsləhətim odur ki, bundan istifadə eləməyin. Şirvana çatırıq, davam eləyəcəm çəkilişə. Bir daha salam. Getdi, həkimə çatdıq, həkimi tapdıq. Həkim Əhmədabad kəndindədir. Bizdən kiminsə rastına çıxar bu video getmək istəyər. Həkim Əhmədabadda deyil. Həkim sözün açığı insaflı çıxdı. Yəni yalandan dərman zad eləmədi. Nə deyirlər ona? Burnuma dərman zad qoymadı. Əlində balaca aparatı vardı. Aparatla burnuna baxdı. Dedi ki, sənin haymor kanalların bağlanıb, haymorit kanalların. O da dərman qoysam da o çirk gəlməyəcək. 20 günlük inqalyasiya yazdı. Dedi 20 gün inqalyasiya eləmək lazımdır ki, o kanallar açılsın, çirk özü gələcək. Ondan sonra rentgenə düşmək lazımdır ki, görək o kanalların təmizlənib yoxsa yox. Əgər yenə də orada çirk varsa, deyir onda təkrar gələrsən dərman qoyarıq. Həkiminin də telefonu yoxdur. Telefonu varsa da vermir. Nə qədər elədim ki, indi təsadüfi gəldik, sizi tapdıq. Bəlkə növbət dəfə gəldim, sizi tapa bilmədim. Əlaqə nömrəsi verim, vermədim. Deyir, maraqlan elə gəl. O da kimdən maraqlanasan, tanımaza bilməzə getdik. Kəndin də adı, nə idi kəndin adı? Şirinbəyli yolunun üstündədir. Yəni kəndin adı da yox idi. Nə bilim, interesli bir kənd idi. Yəni o yolun üstündə idi. Yəni videonu çəkib paylaşmaqda məqsədim odur ki, həkim yaxşı həkimdir, yox, insaflıdır. Qəbula görə də 10 manat bizdən pul aldı. Düzü pul almadı, dedi nə verərsən, biz də 10 manat verdik. Yəni getməyə dəyər. Əgər rentgenə düşüb getsəniz, o kanallar açıqdır, açıq deyil, onu bilib getsəniz daha yaxşı olar. Mən bilmədən getdim, dərman qoymadım.